Salam. Bu günlərdə Azərbaycanda təhsil aləmində çox qızğın bir müzakirə gedir. Müəllimlər üçün 8 saatlıq iş günü. Bəs bu nə deməkdir? Yükdür, yoxsa əsl inkişaf fürsəti? Gəlin bu işin dərinliyinə gedək. Bilirsiniz, bu təklif ortaya çıxan kimi cəmiyyət demək olar ki, ikiyə bölündü. Bəziləri deyir ki, vay, bu müəllimlərə əlavə yükdür. Digərləri isə deyir ki, yox, bu təhsilin keyfiyyətini artırmaq üçün əsl qızıl fürsətdir. Biz də bugün, gəlin belə deyək, ekspert rəyinə söykənərək pərdə arxasında əslində nələr gizləndiyini aydınlaşdırmağa çalışacağıq. Və bu müzakirədə bələdçimiz 25 illik böyük bir təcrübəyə malik təhsil eksperti Həsən Həsənov olacaq. Bilirsiniz, o bu modeli sadəcə dəstəkləmir, hətta öz təcrübəsində uğurla tətbiq edib. Və inanır ki, əgər düzgün tətbiq olunsa, bu təhsilimizdə sözün əsl mənasında bir inqilab yarada bilər. Yaxşı, gəlin yol xəritəmizə bir baxaq. Nələrdən danışacağıq? Birincisi, bu 8 saatlıq iş günü söhbəti ümumiyyətlə nə deməkdir? Onu aydınlaşdıraq. Sonra baxaq görək bu hər kəs üçün necə faydalı ola bilər. Təbii ki, real sübutlara baxacağıq, uğurun formulunu öyrənməyə çalışacağıq və ən axırda, bəlkə də ən vacib məsələyə, əmək haqqı məsələsinə toxunacağıq. Beləliklə, başlayaq birinci bölmədən. Müəllimlər üçün 8 saatlıq iş günü. Yəni, bu müzakirə heç nədən yaralmayıb. Baxın, hazırda müəllimin işi necə ölçülür? Əsasən dərs saatları ilə. Amma o dərslərə hazırlıq, yoxlama işləri, valideynlərlə o bitməyən danışıqlar, bütün bunlar sanki görünməz əməkdir, elə deyilmi? Bax, bu yeni model təklif edir ki, bütün bu işlər rəsmi iş gününə daxil edilsin və müəllimin zəhməti tam görünsün. Yaxşı, bəs bu dəyişiklik realda kimə xeyir gətirəcək? Təklif olunan modelin əslində ən gözəl tərəfi odur ki, əgər düzgün qurularsa, bir növ zəncirvari reaksiya yaradır. Və təhsil prosesinin 3 əsas fiquru, yəni müəllim, metodist və məktəb direktoru hamısı üçün ciddi qazanclar vəd edir. Gəlin elə müəllimlərdən başlayaq. Bir anlıq təsəvvür edin. Artıq evdə gecə yarıya qədər oturub dərs planı hazırlamaq məcburiyyətində deyilsiniz. Bütün hazırlığınız, şagirdlərlə fərdi söhbətləriniz hamısı məktəbdə, normal iş saatı çərçivəsində baş verir. Bu nə deməkdir? Bu, təkcə işin keyfiyyətini artırmır, həm də müəllimi o tükənmişlik sindromundan xilas edir. Yaxşı, bəs müəllimlərə metodiki dəstək verən mütəxəssislər, yəni metodistlər üçün vəziyyət necə dəyişir? Onlar üçün bu o deməkdir ki, artıq qaçı-qaç rejimində işləmirlər. Birbaşa məktəbdə müəllimlərlə çiyin-çiyinə işləmə imkanı yaranır. Təsəvvür edin, yeni tədris metodlarını tətbiq etmək, gənc müəllimlərə dəstək olmaq nə qədər asan və effektiv olar. Və nəhayət gəldik məktəb rəhbərlərinə, yəni direktorlara. Bu model onlar üçün nə vəd edir? Əslində, çox sadə bir şey. Daha aydın və proqnozlaşdırıla bilən bir sistem. Müəllimlərin inkişafını rahatlıqla izləmək, keyfiyyətə nəzarət etmək və hər hansı bir problem yarananda onu anında həll etmək asanlaşır. Bir sözlə, məktəb daha sağlam, vahid bir orqanizm kimi işləməyə başlayır. Yaxşı, bütün bunlar kağız üzərində həqiqətən də çox yaxşı səslənir, elə deyil? Amma əsas sual budur, bu model real həyatda işləyirmi? Gəlin indi sübutlara baxaq. Çünki görəcəyiniz kimi bu heç də yeni bir velosiped ixtirası deyil. Bu model dünyanın ən qabaqcıl təhsil sistemlərində və hətta elə Azərbaycanda artıq sınaqdan keçirilib və uğurlu olub. Məsələn, Finlandiya və Singapur kimi təhsilin necə deyərlər, ağır artilleriyası məhz bu prinsip üzərində qurulub. Müəllim məktəbdə təkcə dərs keçmir, həm də peşəkar olaraq inkişaf edir. Amma burada bir amma var. Gəlin cədvəldəki o xəbərdarlığa diqqət yetirək. ABŞ və Böyük Britaniya təcrübəsi bizə nəyi göstərir? Müəllimi sadəcə 8 saat məktəbdə saxlamaq, amma iş yükünü balanslaşdırmamaq, bu birbaşa uğursuzluğa aparan yoldur. Amma bilirsiniz, bu prinsiplərin işlədiyini görmək üçün heç də millərlə kilometr uzağa getməyə ehtiyacı yoxdur. Elə öz ölkəmizdə, Azərbaycandakı bir çox qabaqcıl özəl məktəb illərdir ki, məhz bu model əsasında işləyir. Nəticə, daha yüksək akademik göstəricilər, daha məmnun valideynlər və daha güclü, daha həmrəy bir müəllim kollektivi. Yəni, bu modelin effektivliyi artıq yerli şəraitdə də sübut olunub. Deməli, görürük ki, model işləyir. Bəs yaxşı, uğurun sirri nədədir? Bu sistemi uğursuz bir cəhddən uğurlu bir islahata çevirən o konkret addımlar, o açar məqamlar hansılardır? Gəlin indi uğurun formuluna, reseptinə baxaq.
Həsənovun təqdim etdiyi bu 6 addımlıq yol xəritəsi əslində hər şeyi çox aydın şəkildə yerinə qoyur. Məsələ sadəcə müəllimi 8 saat məktəbdə saxlamaq deyil, əsla. Birincisi, funksional bir plana ehtiyac var və təbii ki, müəllimlər üçün normal iş şəraiti olmalıdır. Yəni, öz iş masası, öz kompüteri. İkincisi, iş yükü mütləq balanslaşdırılmalıdır və o hazırlığa sərf olunan vaxt rəsmi iş kimi tanınmalıdır. Və sonda bütün bunları yeni idarə etmə standartları ilə dəstəkləyib, tələsmədən mərhələli şəkildə tətbiq etmək lazımdır. Baxın, bütün bu addımlar, planlar, infrastruktur, hamısı çox gözəldir. Amma bunların hamısı bir fundamental, çox vacib bir məsələyə gəlib dirənir. Bütün bu sistemi ya işlək edəcək, ya da tamamilə mənasız bir cəhdə çevirəcək o tək amil, bəli, bu müəllimin əmək haqqıdır. Problem kökündən gəlir. İndiki sistem müəllimə yalnız və yalnız dərs dediyi saata görə pul ödəyir, amma yeni model nə tələb edir? Müəllimdən bütün günü məktəbdə olmağı və peşəkar fəaliyyət göstərməyi. Görürsünüz, bu iki yanaşma bir-biri ilə sadəcə olaraq uzlaşmır, toqquşur. Gəlin konkret rəqəmlərlə danışaq. Bugün Azərbaycanda bir dövlət məktəbində çalışan müəllimin orta aylıq gəliri təxminən 700 min manat civarındadır. Gəlin bu rəqəmi bir anlıq yadda saxlayaq. İndi isə gəlin, həmin rəqəmi, bu modeli 10 illərdir uğurla tətbiq edən ölkələrin göstəriciləri ilə müqayisə edək. Fərqi görürsünüzmü? Bu sadəcə rəqəm fərqi deyil, bu yanaşma fərqidir. Estoniya və xüsusilə də Finlandiyadakı maaşlar müəllim peşəsinə verilən tamamilə fərqli bir dəyərdən xəbər verir. Bax, məhz buna görə də ekspertlər israrla vurğuluyur. Bu sistemin Azərbaycanda işləməsi və real, gözə görünən nəticə verməsi üçün müəllimin minimum baza maaşı ən azı 1500-1800 manata çatdırılmalıdır. Bu sadəcə bir arzu deyil, dostlar. Bu sistemin işləməsi üçün həyati bir şərtdir. Və bu hələ son deyil. Bu baza maaşının üzərinə daha çox zəhmət çəkən, məsələn, olimpiyadalara şagird hazırlayan və ya gənc müəllimlərə mentorluq edən müəllimlər üçün tam şəffaf bir bonus sistemi də əlavə olunmalıdır. Yəni, prinsip sadədir. Əlavə zəhmət ədalətli şəkildə mükafatlandırılmalıdır. Odur ki, gəlin əsas məqamı bir daha təkrarlayaq ki, tam aydın olsun, bu sadəcə maaşları artırın tələbi deyil. Bu, əvvəllər müəllimin öz evində, öz şəxsi vaxtı hesabına gördüyü, amma heç vaxt qarşılığı ödənilməyən o bölük peşəkar əməyin nəhayət ki, rəsmi onaraq tanınması və dəyərləndirilməsi deməkdir. Nəticədə, bütün bu müzakirələr, modellər, rəqəmlər hamısı bir fundamental həqiqətə gəlib çıxır. Həsən Həsənovun da dediyi kimi, 8 saatlıq iş rejimi yalnız o zaman uğurlu olacaq ki, müəllim özünü peşəkar kimi dəyərli hiss etsin. Bu qədər sadə. Beləliklə görürük ki, müzakirə müəllimin iş saatından daha dərin bir məsələyə çevrilir və bizi hamımızı fundamental bir sualla üz-üzə qoyur. Biz bir cəmiyyət olaraq keyfiyyətli təhsil üçün əslində hansı qiyməti ödəməyə hazırıq? Düşünürəm, bu sualın cavabı bizim gələcəyimizi müəyyən edəcək.